Qırğız Respublikasının Türk PADA sədrliyi çərçivəsində Bişkekdə Türk Akademiyası yeni nəşrlərinin təqdimatı keçirilib. Tədbirdə son 2 ildə Qırğız dilinə tərcümə edilmiş elmi əsərlər, eləcə də Akademiyanın həyata keçirdiyi layihələr nəticəsində hazırlanmış kitablar və araşdırmalar nümayiş etdirilib. Təqdim olunan nəşrlər arasında türk fikir dünyası unikal abidələri də var. Akademik Bartoldun Uluqbəy və onun dövrü əsəri böyük hökümdar və alim Uluqbəyin dünya elminə və mədəniyyətinə verdiyi böyük töhfələri əks etdirir. Azərbaycanlı dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Respublikası kitabı Türk dünyasında İlk Respublika, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini açır. Müasir Özbək ədəbiyyatının banilərindən biri olan Abdurrauf Firatın Hindistanlı səyyahın xatirələri əsərində o dövrün Buxarasının real həyatı parlaq şəkildə təsvir olunur. Türk xalqlarının fəlsəfi, siyasət, fikri, tarixi adlı Xrestomatiyanın 1-ci cildinə Türk dünyasının tanınmış ideoloq, maarifçi və ictimai xadimlərinin əsərləri daxil edilib. Qırğızistan ictimaiyyətinə Türk Akademiyasının unikal işi Qırğızistanın Batken vilayətindəki Egiskara və Aktaş Petroglifləri adlı elmi albom monografiya ilk dəfə təqdim olunub. Tədbir zamanı Türk Akademiyasının prezidenti Şahin Mustafayev təşkilatın türk dövlətləri və xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühüm elmi, mədəni layihələr həyata keçirdiyini qeyd edib. Bu əsərlər təkcə elmi əməkdaşlığın üfüqlərini genişləndirmir, həm də türk kimliyinin möhkəmlənməsinə və ümumi mədəni irsin qorunmasına xidmət edir. Təqdim olunan bütün təşəbbüslər Qırğızistanda türkologiyanın inkişafına və xalqlarımız arasında qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edir. Kitab qədim qırğızların Batken vilayətindəki zəngin tarixini açır. Bununla yanaşı Türk Akademiyası tərəfindən hazırlanmış və nəşr olunmuş terminoloji lüğətlər də təqdim edilib. Həmçinin Akademiyanın türk ölkələrinin iqtisadiyyatı, nəqliyyat və enerji əlaqəliyi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf, su ehtiyatları və bu sahədə əməkdaşlıq, təhsil, elmi əlaqələr kimi əsas əməkdaşlıq istiqamətlərinə dair analitik hesabatlar nümayiş etdirilib. Tədbirdə Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qırğızistan Milli Elmlər Akademiyasının prezidenti Kanat Abdurrahmatov, prezidentin müşaviri və Tarixi Elmlərin İnkişafı Komissiyasının sədri Arslan Koyçiyev, Yunusəliyev adına Dinçilik İnstitutunun direktoru Sırtbay Musayev, Qırğız Türk Manas Universitetinin professoru Kubatbek Tabaldiyev, həmçinin elmi və mədəni ictimaiyyəti nümayəndələri iştirak ediblər. İldırım Musayev, Mirhəsən Abdullayev, Esmira Turan, TV1.